Ət hazırlayıram, gəlin mətbəxə birlikdə keçək. Bugün aylıq ət hazırlıq günü idi. Günortadan başladım ətləri bir-bir hazırlamağa. Axşam saat düz 8-də bitirdim. Əvvəlcə hamısını yaxşıca yudum, təmizlədim. Sonra doğramaq hissəsinə başladım. Bəzilərini tikəlik ayırdım, bəzilərini çəkilməli etdim. Sümükləri də ayrıca topladım. Ən çox da vaxt aparan hissə elə bu olur. Hər şeyi qarışdırmadan səliqə ilə hazırlamaq həqiqətən səbir tələb eləyir, amma işi də çox rahat görürəm elə olanda. Bilirəm, indi deyəcəksiniz ki, bu əti niyə yudunuz? Qızlar, mən ətidir, toyuğudur, yumasam içim rahat olmaz. Əvvəl hər də doğrayıb yuyurdum, amma siz deyəndən sonra bütöv şəkildə yumağa qərar vermişəm. Axırıncı vaxtlar həmişə elə edirəm. Sonra isə sümüyün üstündə heç ət saxlamadım, çünki bunu qaynadıb suyundan istifadə eləyəcəm. Sabahki yeməyi də ətləri yığa-yığa fikirləşirəm. Bu orqanayzeri o qədər çox bəyənirəm ki, siz soruşmadan deyim ki, mən əvvəl almışam, 1 il yarım, bəlkə 2 ildir Trendyoldan almışam. Aldığım gündən də stokdan qurtardı. Temuda da yoxdur, indi də Trendyolda yoxdur. Yəni olsa ikinci dəsti mən özüm də götürərəm. Çox səliqəli görünür. Elə bu görünüş nəyə desəniz dəyər, yorğunluğum çıxır, video baxa-baxa bütün yorğunluğum çıxır. Sevirəm ki, hər şey səliqəli olsun, təkcə evin içi yox, ümumiyyətlə hər şeydə. Çölü yox, iç hissədə belə səliqəli olanda daha rahat oluram və həmənki ətdən quyruq yağında qəşəng qovurma da etdim. Yanına da aş süzəcəm. Qabları da bitirəndən sonra bir çay